Mövsümi dəyişkənliklə əlaqədar olaraq əhali arasında kəskin respirator virus infeksiyalarının artması, habelə bunların ağırlaşmasını müşahidə edirik. Havada olan virus infeksiyalarının insanların yuxarı tənəffüs yol boşluqlarından, burundan, udlaqdan, tənəffüs mərkəzlərinə doğru yerləşən, burada böyüyüb çoxalan və ağırlaşan viruslar tərəfindən törədilir. Daha kiçik yaşlı uşaqlarda ağırlaşmalar müşahidə olunur. Onlar ətrafda daha kontaktda olduqları şəxslər çox olduğuna görə yoluxur və ağırlaşa bilirlər. Bu özünü xırıltılı tənəffüslə, təynəfəsliklə, bəzi hallarda mədə-bağırsaq traktında pozuntularla yol verə bilir. Əhalinin daha yaşlı nəsil nümayəndəsi, hamilə qadınlar, habelə kiçik yaşlı uşaqlar, xroniki xəstəliyi olan insanlar arasında ağırlaşmalara müşahidə edirik. İnsanlar özlərində hər hansı bir ağrılaşma, hər hansı bir nasazlıq hiss etdikləri müddətdə ilk növbədə təmasdan qaçınmaq lazımdır. Buna istirahət aiddir. Yəni insanlar istirahət edib bol maye qəbul edərək bunu atlata bilərlər. 2 gündən çox davam edən temperatur zamanı həkimə müraciət etmək lazımdır və müalicə bu zaman simptomatik aparılır. Yüksək risk qruplarına biz məsləhət görürük peyvəndləri, inflyuenza peyvəndləri deyilir. Bu zaman xəstəliyi daha yüngül atlatmaq mümkün olur və yaxud da ki, heç xəstələnməmək mümkün olur. Əhalimizin ağırlaşmasının əsas səbəbi evdə özbaşına dərman istifadəsidir, bir mənalı olaraq. Bundan qaçınırlarsa, kəskin respirator virus infeksiyaları 3 gün və yaxud da ki, 5 gün ərzində simptomatik müalicə ilə tam sağala bilən bir xəstəlikdir.